Polikistoz xəstəliyi haqqında məlumat vermək istəyirəm. Polikistoz xəstəliyi nədir? Polikistoz sindromu nədir? Polikistoz xəstəliyi sklerokistoz başqa adla deyirik. Bu andan-gəlmə patologiyadır. Yumurtaqların qabığı qalın olur və bilirik ki, hər qadında, hər qızda ovulyasiyalar gedir. Yumurtalıqda folikul böyüyür, partlayır, ovulyasiya olur. Ovulyasiya olmalıdır ki, normal menstrual sikl olsun və həmçinin də sonsuzluq müşahidə olunmasın, hamiləlik əldə olunsun. Bu sklerokistoz xəstəliyidir, hansı ki andan gəlmədir. Yumurtalığın qabığı qalın olduğu üçün buradan folikul böyüyüb partlaya bilmir, çatlada bilmir həmin qabığı. Digər isə polikistoz sindromudur, hansı ki bu hər hansı bir xəstəliyin əlaməti kimi üzə çıxa bilir. Məsələn, hiperprolaktinemiya, prolaktin hormonunun artıqlığı, TSH hormonunun artıqlığı, eləcə testosteron hormonunun artıqlığı, insülin rezistentliyi halları, maddələrin badəsinin pozulması, bu kimi hallarda artıq bu hormonlarda olan dəyişiklik təsir göstərir cinsi hormonlara, folikulun böyüyüb partlamasının qarşısını alır. Buna görə də polikistoz sindrom deyilən bir durum yaranır. Yumurtaqlar böyük ölçülü olur, orada çox saylı folikullar müşahidə olunur 1 sm ölçüdə və əlbəttə ki, hormonal problemlər və sonsuzluğun olması müşahidə olunur. Ona görə də belə durumlar varsa, vaxtında müraciət edib səbəb aradan qalxmalıdır və müalicələr aparmalıdır ki, gələcəkdə sonsuzluq halları müşahidə olunmasın. Hər birinizə sağlamlıq arzu edirəm.